Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Müğənni kızı Səidə Dadaşova mərhum xalq artisti Rafael Dadaşovun mezarından görüntüler paylaşıb. Akşam Nöqtəsi haber verir ki, Səidə videoyu yayımlayarak aktyor üçün darıxdığını bildirib. Bu paylaşıma "Atalar heç vaxt ölmür, sadece yanında olmamağa başlayır" şiirini yazıb. Qeyd edək ki, Səidə Dadaşovanın xalq artisti Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət Dadaşovdan olan evladıdır. Hazırda Səidə xalaları və anası ilə küsülüdür.